Herkese salam. Deməli, məncə bugünkü xəbəri görməyən qalmayıb. Yəni, mənim xatırlatmağıma ehtiyac yoxdur. Deməli, bizdə vəziyyət belə imiş də. Bir uşaq asanlıqla təhsil aldığı bir müəssisəyə sumkasında, çantasında ordu silahla daxil ola bilirmiş. Yəni, asanlıqla ehtiyatsızlıq adı altında hansısa bir müəllimə zərər yetirə bilirmiş. Və ən əsası da həmin uşağa müəllim nəsə edib ki, uşaq bunu eləyib deyə rəy bildirilə bilirmiş. Yəni bizim təhsilimizə baxış bucağı bu imiş. Yəni belə çıxır. Yəni ölkəmizdə vəziyyət bu imiş. Niyə də axı? Niyə hər hansı bir peşə sahibinə bu olunmur? Sırf müəllimlərə qarşı bu qədər yükləmələr olur, anlaşılmazlıqlar olur, necə deyim, sorğu-sual olur. Niyə ancaq müəllimlərə? Axı bizə təhsil verən, özüm müəlliməm deyə demirəm. Axı bizə təhsil verən, bizi hamımızın oturduğumuz yerə gətirən bizim müəllimlərimiz də axı məncə biraz hörmətlə yanaşmalıyıq da. Yəni bu baxımdan biraz diqqətli olmalıyıq. Mən elə düşünürəm. Başqa da nə deyəsən?